на Каспийском дне. Богата нефтью страна родная, земля родная, Азербайджан светит под солнцем, страна родная, земля родная, Азербайджан. Отправляются в поездку по районам республики. Поездкой руководит народный артист республики Рашид Бейбутов. Это длилось неделями, это длилось, и, знаете, отдыха он, усталости он не чувствовал, отдых не наступал. И у нас кипит пшеница, как морской прибой шумит, ровное чистое золото ведь пистое, ровное чистое золото ведь пистое. Ну и хлеб, что за хлеб, ну и хлеб, что за хлеб, молодой душистый хлеб, молодой душистый хлеб. Голод подает, тут о нас заботятся солнце и народ. Эта дата у нас двойная всегда была. В этот день мы с ним познакомились, в день его рождения мы с ним познакомились. И поэтому это как-то мы празднуем это вдвойне, втройне, как понимаете, приход его в мою жизнь и так далее. Küçelere su serpmişem, yar gelende toz olmasın, yar gelende toz olmasın. Ele gelsin, ele geçsin, ele gelsin, ele geçsin, aralıkta söz olmasın. Жизнь с ним это была сплошной праздник. Потому что он возвращался, это один праздник. Ожидание, это тоже был праздник. Yaramı sarı, güzelim sen, sen kalbimin tacı, gözümün nuru, derdin elacı, gözümün nuru, derdin elacı, yaralıyam değme, değme, değme. Скромно вел себя, очень любил маму, очень любил. Я на самом деле воспитана на любви, на красивом отношении к женщине, на всем красивом, что есть в жизни. И вообще мы очень счастливые с мамой. Вспоминает и прошлое, свою юность. Уникальное качество, которое было присуще отцу, он никогда не говорил «я». Я великий, я гениальный. Посмотрите, вот как я сегодня взял ноту. А вот мне рукоплескали вот те залы, вот там вот короли стояли на ногах. С уходом наших великих Караева, Фикрята. Фикрята семья сыграла в нашей жизни такую роль, они нас познакомили. Тульдана Хану, мама Фикрята Амирова. Вот, к
сожалению, вот как будто, вы знаете, эпоха великого искусства кончилась. Вот этот день святой, видите, как я разоткровенничалась. 14 декабря для меня святое. Как странно, 14 лет его нет. 14 число у нас всегда святое. 14 была наша свадьба, 14 он очень любил. 2 раза по 7 он это число очень любил. Он о нашей азербайджанке, пожилой женщине, которая подходила к нему, говорила «Оглум», и гладила его по плечу. Он неделями рассказывал, как пах ее кялагай, какая у нее хана была на голове, какие у нее опухшие суставы пальцев были. Понимаете, что этот человек влюблен в жизнь был, влюблен в женщин был, влюблен как это в маму. Мама, слово для него, более святого слова не было. Layla çaldı, geceler süpetek kadamı aldı. Yeşilim üstte layla çaldı, geceler. Влюблен в свое искусство, свой народ, великих своих. Он, если бы можно было, произнося имя Караева, он бы поднимался и поднимался, в больших залах поднимался. Фикрята вещи он когда слушал, у него слезы на глазах появлялись. Azerbaycan elleri, ömür senin, gün senin, Azerbaycan elleri. Наш Мугам, когда он слушал, он плакал откровенно, не стесняясь этого. Vətən oğlu çoban qara, yay sürünü göy dağlara, nur saçray, yanacala, nur saçray, yamaclara. Hey, çal tütteyin, dilə gəlsin, azad nəğmən elə gəlsin. Çal tütteyin, dilə gəlsin, azad nəğmən. Естественно, единственная дочка, которая жила, баловали родители, папа, мама, все любили, дарили подарки, выполняли любое мое желание. Когда случилась такая беда, ушел такой титан, отец, такой большой человек, великий человек в нашем искусстве, не только в искусстве, вообще в Азербайджане, в народе. Я осталась как, понимаете, вот какая-то барашка. Над светлой бухтой ласточка вскрылила, прозрачен день, подобно янтарю, как будто нам отчизна подарила на день грядущий новую зарю. И эту песню петь я не устану, свети, свети, заря Азербайджана. Столько он всего оставил, что если все это осветить, на самом деле не хватит одной жизни. Я надеюсь, что мой сын это продолжит, потому что, по большому счету, сочетать и где-то и свою дорогу в творчестве, и что-то сделать для папы, это очень сложно. Güneşin yüzü dönür, 「
sen geldin payızı, kalbime de külek esir, kalbimden yarpak düşür. Вы понимаете, сейчас, к сожалению, любовь немножко трансформировалась. Любить, он меня так научил, и он так любил. Любить, это значит, проходя по бульвару, сломать ветку жасмина, принести ее за спиной и сказать, что ты грустишь, моя любимая, почему глазки печальные? Смотри, весна пришла, и подарить эту ветку жасмина. Когда у тебя болит голова, накрывать телефоны подушкой, задергивать шторы, потому что у любимой болит голова. Надо ходить на цыпочках. Он бледнел больше, чем я от моей головной боли. И говорил, чем тебе помочь? Чем тебе помочь? Ай, Аллах, чтобы я никогда не видел твоих страданий. А в самые горькие минуты говорил, что лучше ты меня похорони, чтобы я не видел твоего ухода в жизни. Забыть, но как тебя забыть? Куда, скажи, уйти мне от своей судьбы? Забыть, но сумрачный рассвет идет за мною вслед, и мне покоя нет. Я очень много делаю для папы. Большинство моего времени уходит на то, чтобы что-то для него создать, собрать. Забыть, но как тебя забыть? Куда, скажи, уйти мне от своей судьбы? Теплоты его рук, живости его шуток, блеска его глаз, красоты его как человека. Понимаете, его обаяние чисто такое мужское обаяние, человеческое обаяние. Его семье, Рашиде хану, мне, его внуку, Камиле, нам все это не хватает. Evlerinin direği, kardan beyaz bileği, yarından ayrılanında elbet yanar yüreği. Yarından ayrılanında elbet yanar yüreği. Halvacı halva, halva, halvacı halva. Rəşid Beybutovun ailə, məişət, bunlar həmişə ikinci, üçüncü, bəlkə də 10-cu planda olub və heç zaman deyək ki, ailə, ya ev dərdi, ya məişət qayğısı onu o qədər də düşündürməyib. Yəni gecə-gündüz yaradıcılığında, işində, gücündə olub. Cənab xanım da həmişə, indi qadın kimi iradını bildirənə demiş ki, xalq mənim qiymətimi ələ verəcək. El bilir ki tükenmeyen servetin vardır, sinen üstü ak pambıklı gen tarlalardır. Burukların göy xəzərdə qatar qatardır. Yurdum yuvam məskenim sen Azerbaycanım, anam doğma vətənim sen Azerbaycanım. Yurdum yuvam məskenim sen Azerbaycanım, anam doğma vətənim sen Azerbaycanım. Onun əsas tələbi özünə idi. Sənin də gözün varsa görürsə, Rəşid müəllim konsertdən əvvəl 2 saat gəlib, 1 saat sesinin üzərində işləyir. Sonra açır qapını deyir, Elxan, konsertdir, sən bəs raspevka eləmirsən? Yox, Rəşid müəllim. Niyə? Niyə lazım? Mən 90 ildir səhnədəyəm, indi də eləyirəm, sən də elə. Rəssamlarla işləyəndə çox tələbkar olub və bəzən ağladıb onları. Bu kostyum məsələsində çox tələbkar olub, amma ilk təəssürat bəlkə də elə idi ki, özü mütəxəssis deyil, tələb eləyir, biz bilərik nə etmək lazımdır, o bilmir, bizi çaşdırır bəlkə kimsə belə düşünür. Amma nəticədə hər zaman təsdiq olunurdu ki, o haqlı olub. O istədiyi variant daha düzgün bir variant idi.
klip deyirlər indi. Baxıram 50-ci ildə, 60-cı ildə Rəşid Beybutov Azərbaycanda klip çəkdirib. Zəhmətkeşlərlə. Ну и хлеб, что за хлеб? Ну и хлеб, что за хлеб? Ой, родной пшеничный хлеб, наш азербайджанский хлеб. Сколько звонкой радости, света и тепла, эта песня новая сердцу принесла. Сколько звонкой радости, света и тепла, эта песня новая сердцу принесла, а балам сердцу принесла, а gülüm сердцу принесла. Ellerim zulmü çekti dara, çıktı ilk bahara, döndü lale zara. Ellerim zulmü çekti dara, çıktı ilk bahara, döndü lale zara. O aktör kimi, kino aktörü kimi bacarıb, Allah'tandır da bu fitri istedad belə olar da. Konak geldi dostlar, sazımızda kürün sesi, kulakların zümzümesi, getirmişik dost nəğməsi. Azərbaycan ellerine, biz odulardan doğulmuşuq, nəğmələrdən yoğrulmuşuq, kəlmə yığılmışuq. Misir'e gittik, Libya'ya gittik bir yerde ve orada çəkilişlərdə mən xoşbaxt dinləyici, xoşbaxt Azərbaycanlı oldum. Görəndə ki, bu sənət bizim sənətdir. Bu sənətkar Azərbaycanlıdır və gəlib bura və o qədər belə ağzı açıla bu tamaşaçılar, uzaq ellərin tamaşaçıları dinləyirlər və bəlkə də inanmırlar ki, bu dərəcədə təmiz və ilahi bir səs eşidə bilərlər. Biz odlardan doğulmuşuq, nəğmələrdən yoğrulmuşuq, kəlmə yığılmışuq. Sazımızda kürün səsi, kulaqların zümzüməsi, gətirmişik dost nəğməsi. Azərbaycan ellərində, sazımızda kürün səsi, kulaqların zümzüməsi, gətirmişik dost nəğməsi. Azərbaycan ellərində, Azərbaycan ellərində. Çox çətin bir epizod çəkilməli idi, böyük dekorasiyada. Və Rəşid müəllim gəlir studiyaya və mənə deyir ki, Oktay, desən, mənim qızdırmam var. Qızdırmam var. Deyirəm, o saat, mən həkim oğluyam axı. Mən dedim ki, Rəşid müəllim, nə qədərdir? Dedi ki, 38-dən yuxarıdır. Dedim, onda biz təxirə salırıq. Və hətta istədim gedim, deyim o icraçı prodüserə ki, adboy başqa günə salaq. O məni saxladı, dedi, elə şey mi ola bilər? O boyda cəmaat gözləyir, mən də gedim yorğan döşəyə. Mümkün deyil bu. Dedim ki, axı mənim üçün də mümkün deyil bu işgəncəni vermək insana və sizin kimi insana 38 dərəcə qızdırma ilə pavilyonda işləmək. Dedi, Allah rəhmət eləsin, dedi ki, incəsənət qurban tələb eləyir və mənim üçün deyir, bu quru, söz, şuar deyil. Mən belə yaşamışam və bugün də çəkiləcəm. Görək, adamın ən qəddar düşməni, bir də ən sadiq dostu kimdir? İlinə tülkü girir, sən baxırsan özgəyə. Dəryada gəmin batır, sən yıxırsan özgəyə. Düşmən görmək istədin, güzgüyə bax güzgüyə. Yaman
Yaman getirdim Məşədinin baxdı, quyusundan neft çıxdı, necə çıxdı? Yaman getirdim Məşədinin baxdı, quyusundan neft çıxdı, necə çıxdı? Mollalığım Mirzəliyi tez attı, İngilisə vagon net sattı, İngilisə vagon net sattı. Batondan kızıl geldi, ne geldi, ne geldi. Məşədi bir günde altı kökeldi. Dedi gidip bir avtomobil alır, binip gezip dünyaya nəzər salım. Reşit, ay Reşit. Öz arabamın tilsimim var. Bu sakkal da seni yaraşmır. Yaraşmırsa çıxararım. Bunu da sakkalı da çıxararım. Öyle danışırım ki özüm cavan kız oynamışam. Ne oğlum size maşallah. Geldiysen, gittiysen, geçti zaman bu dünyaya. Güzellik getirdi, güzelliği yaparmadı. Я еще не встречала, пусть мне извинят мою нескромность, человека, который так бы гордился, так бы, знаете, обожал, любил не то слово, обожал свою родину, как он обожал Азербайджан. Torpağa ümidi namı kaldırdı, yaşattı, ucalttı insanı. Geldi insan, gitti insan, geçti zaman bu dünyaya. Güzellik getirdi, güzelliği yaparmadı, güzelliği yaparmadı. O yüzlərlə mahnılardan imtina eləyib. Bəstəkarlar axını vardı Rəşid Beytov dövründə. O mahnıların, mən sizə deyim ki, öz sənət süzgəncindən keçirdirdi. Və baxırdı, dinləyici bəstəkar arasında Rəşid Beytov hansı vəziyyətdə qala bilər? Özünə sualı verirdi. Və bu böyük sualın qarşısında həmişə böyük də cavab verirdi. Велики твои богатства, мой Азербайджан, протекает под землей нефть и океан. Я ее найду повсюду в темной глубине, под землею, под водою на Каспийском дне. Я ее найду повсюду в темной глубине, под землею, под водою на Каспийском дне. Богата нефтью страна родная, земля родная, Азербайджан светит под солнцем, страна родная, земля родная, Azerbaycan. Elvida mahnısıdır. Birine yakın işledik, birine yakın öz eziyet çekti, onu yazdırdı. Ve malum oldu ki hiç vermeyeyim. Qalıb arxivində. Belə qəribə insan idi bu Xıdır. Özünə qarşı. Belə tələbkar adam. Çox böyük bir məsuliyyətdir. Rəşid Beytov yaradıcılığı haqqında söz deyəm. Baxmayaraq ki, indi özüm də tanınmış bir müğənni olmuşam. Yalnız Azərbaycan vokal sənətinin
ən uca zirvələrindən birisi təbii ki, Rəşid Beybutov olacaq. Onun sənəti unudulmaz bir sənətdir. Bunu təkrar edirəm və dəfələrlə bu deyiləcək. Çünki doğrudan da Rəşid Beybutov yaradıcılığı hamımız üçün, bütün Azərbaycanın, nəinki Azərbaycanın, dünya vokal sənətində böyük bir nümunə ola biləcək. Öz içi şöyle sığmayan bir adam idi. Xəzərdə baxanda elə bilirsən, sakit dənizdir. Amma gəl ki, 5 dəqiqə bir rəngdə deyil, dayanmır. Birdən çılğınlaşanda görürsən, yox, bu çox böyük dənizdir. Rəşid elə Neftçilər öz istəkli qonağını səmimiyyətlə qarşıladılar. İfaçı səhnədə, sənətdə böyük bir məhfumdur. Və Rəşid müəllim o filmin, o tamaşanın məzmunu qədər, süjeti qədər və deyərdim ondan da artıq ifa eləyirdi. Bax, ona görə bu günləri Azərbaycanda nə qədər ki, Rəşid Beybutov sənəti görünən əsər var, nümunələr var. Onlar həmişə yaşardır. Və onlar hər il getdikcə, o illər ötdükcə o qədər bizim üçün böyük bir sənət əsərlər çevrilir. Çünki bənzərsizdir. Rəşid Beybutov sənəti özü bənzərsizdir. Ey yavru deganka fadini, ey yarde to çiko, tera tere kinare. शब कारवां हमारा हमारा सारे जहां से अच्छा, हिंदुस्तान हमारा हमारा सारे जहां से अच्छा. Çox xoşlayırdı bu atalar sözləri. Atalar deyən sözlər bizimki boy gedəndə. Mən dedikcə qulaq asardı, deyərdi ki, bir deyən mən deyir, bunları bir yazım, axı məndə çoxdur, bunlar yoxdur. Hətta bir gün oturduq, xörəkdən danışdıq ki, xörək pişirmək. Dedi ki, Maksud, sən piti xoşursan, dedim, hə. Dedi, nə diyorsun? Dedim ki, pitidir də qazana tökür. Hə, yox, pitini də pişirmək lazımdır. O özü də bir sənətdir. Yüreğin azad, dileğin azad, hayeller kızı, boşan ölkemin bəxtəvər kızı. Yüreğin azad, dileğin azad, hayeller kızı, boşan ölkemin bəxtəvər kızı. Mahnı insanın ürəyidir, ciğeridir. Mahnı en güzel ve en sade vasitedir insanın ürəklərinə. Bu vasitəni də tapan, ürəklərə girən, sevinməyi başaran və bu sevinməyi başqalarına bağışlayan müğənnimiz Rəşid Beybutov idi. Слыша песню на просторе, вся страна ей дружно вторит, все народы весело поют. Все село с единым хоре, славься наш Отец Ali. Ben sülhe ses veririm, qədim abideleri, yerle yeksan etmesin toplar bir an içinde. Qədim abideleri, yere yeksan etmesin toplar bir an içinde. Песня мужества плывет на морском просторе,
und besucht der Feiergast, unser Walter Holbrich. Frieden, Freundschaft, Streite über den Planeten. Angekommen in Berlin, Gruß von uns bestelle. Angekommen in Berlin, Gruß von uns bestelle. Baku, grüß aus vollem Herzen euch Freude, Glück wünschte euch vor ewig Zeiten. Gedeihen der friedliche Arbeit im Land, das Wohlsein der Jungen und Alten. Gedeihen der friedlichen Arbeit im Land, das Wohlsein der Jungen und Alten. Belə sənətçilər tək-tək olur dünyada. Bütün böyük bir dünyamızda Rəşid Beybutovun adı artıq qızıl hərflərlə dünya ifaçılıq mədəniyyətinə yazılmışdır. Голос мой зовет, одинокое мое сердце с тобой встречи ждет. Senzuradan biz belalar çekmiş. Ama indiki adamların özünün geri içinde senzurası olsun ki her şeyi eləməsinlər. Her şeyi ortaya çıkartmasınlar. Bir de gözəl mahnı, mahnıların əksəriyyətində gecədə gözləyirəm səni. Kişi, bunu Rəşidə elə şey vermək olar. Заря близко, поздний час, только я не сплю. На море синем пой мой саз, той, кого я люблю. Ваши глаза, как бирюза, зубы, как жемчуганит. Только сперва эти слова я не хотел говорить. Siz təsəvvür eləyin, Rəşid Beybutovun oxuduğu orijinal mahnı ilə onu yamsılayan bir müğənninin arasında nə qədər uçurum var, nə qədər fərq var. Yerlə göy arası azdır. Mən istəməzdim ki, bu cürə qalsın, bu cürə getsin. Bax, bu cürə getmək, bu cürə davam eləmək bizim dünyada rəşidlərimizi, bülbüllərimizi danmaq, etiraf eləmək deməkdir. $20-dən artıq ölkə ilə bugün əlaqə saxlayırıq və təsəvvür edin ki, Amerika Birləşmiş Ştatlarından Rəşid müəllimin lent yazıları tapılır. İrandan, Çindən, Bolqarıstandan, Hindistandan, Türkiyədən, Almaniyadan, Fransadan, yəni müxtəlif ölkələrdən bugün Rəşid Beybutovun lent yazıları tapılır. Bəlkə heç onun özünün də yadından çıxılmış o 50-ci, 60-cı, 70-ci illərdə belə bir lent yazıları olub. Məsələn, bu yaxınlarda çox maraqlı bir plastinka tapdıq, val tapdıq. 59-cu ildə Amerika Birləşmiş Ştatlarında buraxılıb. Rəşid Beybutov aşınmalı. Mənim üçün ən sevimli, ən dəyərli bir müğənni idi və həmişə o mənim xatirimdə qalacaq. O günləri mən heç vaxt unutmayacağam. Hermosa gupilcia vama llorona, que la virgen te creí. Ay, de mi llorona, llorona, llorona. Я хочу успеть побольше что-то сделать для папы. Я, понимаете, могла бы, например, построить свою жизнь, чтобы полностью вот какие-то вот в какой-то степени акценты переставить на себя. Заниматься своим творчеством, своей раскруткой, пиаром. Пах, 1000 yar pahlar
ömrümün günleri kimi tökülür, saralır budakta ölür. Одному очень известному человеку, покойному Рамазану Гамзатовичу Халилову, который был долгие годы секретарем, помощником, соратником Узербека Кочубекова, с которым папа был очень дружен. Это был живой человек истории, он дожил до 90 с лишним лет. Как-то незадолго перед смертью Рамазана Гамзатовича мы с ним говорили по телефону, я его поздравляла, и он сказал, что «Рашидочка, запомни, я сейчас тебе скажу, наверное, я скоро умру». Так оно и случилось. Буквально через 10 дней он ушел из жизни. Это был день его рождения, в январе месяце. И он сказал, что, говорит, запомни, говорит, твой папа мне сказал, говорит, я своей дочери, говорит, положил, говорит, бриллиант в карман. Она, говорит, глупенькая, еще молодая, говорит, она, говорит, об этом не знает. Когда-нибудь она вырастет и станет, говорит, очень хорошей, очень большой, очень серьезной певицей. Не знаешь, Топик, я не знаю, какое у тебя впечатление. Я, например, расстроился. Я тоже. Расстроился просто так фундаментально. В разговорах частых, к сожалению, последние годы он как-то мудро относился к возможному уходу из жизни. Он говорил: не горюй, детка, я старше тебя, это закон жизни и так далее. И говорил: только ради Бога, не в этой квартире музея. Я не хочу, чтобы пришли 5 пионеров с трубками, то тут, то тут, то тут, поднялись на это и так далее. Музей мой в театре. 25 лет жизни я отдал этому театру. Оттуда уезжал на гастроли, туда возвращался. Там готовили целые грандиозные программы. Там приходили композиторы, я их прослушивал, я, как говорится, поэты, с ними работал, там создавались новые песни. Мой любимый балет, который поражал воображение, как говорится, всего мира. Музей – мой кабинет. Когда придут на концерт, придут ко мне в кабинет. Скажут: вот это Рашида стол, вот это его рояль, вот это его очки, вот это фотография его мамы. Вот здесь, вот, как говорится, Тофик сидел, Кулиев. Вот это мой кабинет. Концерт пусть начинается с моего кабинета. Geçmişi keçmiş sənətkar bir dəfə
Mənə göstərmədi ki, o məndən yaşda böyükdür. Və mənim gəncliyim ola bilər ki, hardasa ondan qüvvə bir dəfə də göstərmədi. Nə səhnədə, nə həyatda. Nə də bizim zarafatımızda. Məndən də zarafatçıl idi, məndən də gümrah idi və gedəndə də zarafatı ilə getdi. Я очень скучаю по тому времени. Я, опять-таки, и между тем я должна сказать, что не все так грустно. Просто у меня такое состояние сейчас. Забыть, но как тебя забыть? Куда, скажи, уйти мне от своей судьбы? Я счастлива тем, что вот это его зернышко единственное, его дочь Рашида Ханум, которую он обожал, который любовался как отец, любовался как великий в искусстве, прочил ей большое будущее в искусстве. Забыть, но солнечный закат и поздний листопад зовут меня назад. Но иногда просто мне хочется что-то на самом деле сделать для папы. Я считаю, что я все еще успею. Память словно река залила на века все пути. Никуда, никуда, никуда мне от нее не уйти. Вот пройдет эта дата, вот мы это создадим. А получается так, что заниматься им это такая радость, что это никогда не скучаешь от этого. И каждый раз хочется что-то еще. И честно вам скажу, столько он всего оставил, что если все это осветить, на самом деле не хватит одной жизни. Придет время, когда-то нас тоже не станет, и мы вот эти тайны, эти воспоминания, эти рассказы, мы тоже унесем с собой. Вы понимаете, уже, то есть это будут пересказывать наше второе поколение, третье, наши дети, внуки. Это немножечко уже будет другой вариант. Историю делают люди. Вообще мы очень счастливые с мамой. Но тогда, может быть, мы это не осознавали, потому что я не знала, кто около меня находится по-настоящему. Я теперь это поняла. Где бы я ни бывала, в каких бы домах я ни бывала и так далее, вот я возвращаюсь сюда, и вот потом не верь в мистику, дух здесь Рашида. Увидишь ты, поднявшись утром рано, лучах зари цветущий край родной, всю красоту, всю ширь Азербайджана, простор полей и Каспия прибой. И эту песню петь я не устану, свети, свети, заря Азербайджана. Так хочется хотя бы один день его возвращения. Пойми, что без тебя весь мир беден и пуст, нет гор, реки, морей. Если бы мне была еще дана одна жизнь и сказали, обменяй на один день жизни с ним, я с удовольствием ее поменяла. Doya bilmirəm, doya bilmirəm, ey vətən. Он уехал на гастроли. Он скоро вернется. Küçələrə su səpmişəm, küçələrə su səpmişəm, yar gələndə toz olmasın.
Yar gələndə sorulmasın. Tarih neden yaranır? Tarih insanlar yaradır. İnsanların şahsiyeti tarihi yaradır. Eğer onlar şahsiyetlerse. Bir de ki bu şahsiyetlerin yarattıkları eserler ve onların halka koyup gittikleri irs bu tarihi yaradır. Bilirsiniz, indi zaman keçip bazı şeyleri demiyorlar. Ben Raşid Beybutov'u təqdim eləyəndə ki, buna sosial əməyə qəhrəmanı versinlər, mənə dedilər ki, hələ eserde bu janrdan olan artist sosialist əməyə qəhrəmanı almayıb. Ben dedim, olabilir, almayıb. Ama Raşid Beybutov bunların hamısından üstündür. Demek bu almalıdır. Birinci dəfə keçmədi. Bir ildən sonra yenə də məsələni qaldırdı və nail oldu. Raşid Beybutov çok dahi bir müğənnidir. Tekrar olunmaz. Raşid Beybutov deyə bilərəm ki, Azərbaycanda dünyanı dolaşmış ilk Azerbaycan müğennisidir, musikçisidir. İkinci belası olmuyor. Benim büyük kardeşim rahmetli akademik Hasan Əliyevlə söhbətdə bunun bir ifadəsi mənim heç vaxt yadımdan çıxmır. O derdi ki, biz 100 ildir dünyaya neft veririk ama biz bundan özümüzü dünyaya tanıda bilmədik. Ancaq Raşid Beybutov öz mahnılarıyla, muzikisiyle bir nəfər, bir insan Azərbaycanı bütün dünyaya tanıdı. Çok düzgün deyilmiş sözleridir. Ben bunu hiç vaxt yadımdan çıkartmam. Çünkü bu həqiqətdir. O ki qaldı Rəşid Behbudovun müəmmalı ölümünə, bizim min dərdimiz var. Bu da olsun 1001-ci. Sen de bilmişsin. Gül hepsi Müslümanlar yaşıyorlar. Bilmiş hiç kim. Uşaqdan soruşur sizədən, İraqi Rəşid Beybudov. Bilmirlər Rəşid Beybudov buradandır da. Buradan. Ya əsli Şuşalıdır, onun amma ki, biz anadan oluruz.
Məcid, Atatürk Məcid verir. Hoş gələcək. Xalçanın önünü çəkəkdilər. Paltarları çəkdilər. Gözümün nuru canım ağlar Böyüttün Niyə hansı bir jurnalist yox? Məhz mən bu mövzuya toxundum. Yəqin mən lazım anda, lazım yerdə oldum. Kameranın yanında. Böyüttün sen beni yana yana Odlusan gün kimi bir kaynar hayat kimi Borculuyam ben sana bir evlat kimi Aziz ana Ne ki arzu kamın var kalbimde tutmuş karar Andolsun sana canana Kadrini el bilir Atrini gül bilir Saçının ardına Karasına kurbana Köllünün o hazin Laylasına kurbana Aziz